Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatı ilə yenə də qarşınızdayıq. Bugün noyabrın 14-dür və noyabrın 15-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacaq və çiskinli olacağı da ehtimal edilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq və qısa müddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir. Axşam yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə isə arabir duman olacaq və qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 7-10 dərəcə isti, gündüz isə 15-19 dərəcə isti olacaq. Dağlarda isə temperatur gecə 2-5 dərəcə, gündüz isə 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.